إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Esselamu Aleyküm əziz qardaşlar və bacılar. Bugünkü mövzu Quran-ı Kərimin təfsirləri ilə bağlı olacaq. Təfsir yəni o kitablar ki, haradakı müəlliflər Quran-ı Kərimin ayələrini izah ediblər, yəni təfsir ediblər. Bu kitablar fərqlidir və onların sayı çoxdur. Və o adam ki, artıq ərəb dili qrammatikasını oxuyub və s. Kim ki, təfsir kitabını oxumaq istəyir, yəni baxmaq istəyir təfsir kitablarına, o bilməlidir ki, hansından başlasın. Elələri var ki, çox çətin olacaq onlardan başlamaq, çünki onların həcmi böyükdür və onlara hazırlı olmaq lazımdır. Bu video, yəni bu səs yazısı bu haqda olacaq. Dediyim kimi, təfsir kitabları çoxdur. Təzə başlayan adam ən düzgün olar ki, ən qısa variantı götürsün. Məsələn, belə təfsirlərdən biri, ən məşhuru Təfsir-ü Cələleyn. Təfsir-ü Cələleyn məşhur kitabdır. O qısa sayılır. Yəni ki, nadir hallarda görərsin ki, bir ayə orada bir neçə cümlə ilə izah olunur. Adətən bir neçə sözlə belə izah olunur. Təxminən elə bir cild olur. Bir cild olur o kitab. Kitabın iki müəllifi var. Ona görə də kitabın adı elə də gedir. Təfsir-ü Cələleyn, yəni iki dənə Cəlalın təfsiri. Yəni ərəb dilini bilirlər, qrammatika görə başa düşəcək burada söhbət nədən gedir. İki müəllif, ikisinin də adı Cəlaleddin olub. Onlardan biri 911-ci ildə dünyasını dəyişən, yəni Hicri ilə 911-ci ildə dünyasını dəyişən Cəlaleddin Əs-Suyuti rahmehullah. Bu kitab çox məşhurdur, asan sayılır, lakin bilmək lazımdır ki, Suyuti ad və sifətlər mövzusunda sələfi üslubu ilə onları başa düşməyib. Yəni, əşari üslubu ilə ad və sifətləri izah edirdi. Ona görə də yaxşı olar ki, bu kitabı oxuyan ya müəllimlə oxusun, belə şeylərə diqqət yetirsin, ya da ki, özü çox belə diqqətlə ad və sifətlərə gələndə və ayələrdə bilirsiniz, onlar çox zikr olunur və s. Yəni, buna diqqət yetirsin. İkinci təfsir hansı ki, o da həmçinin böyük təfsirlərdən sayılmır və bizim zamanəyə ən yaxın təfsirlərdən biri sayılır. Yəni, bizim müasir zamanəyə yaxın zamanədə yazılıb. Şeyx Əs-Səadi, Abdurrahman Əs-Səadinin rahiməhullah təfsiridir. Miladi ilə Şeyx 1957-ci ildə dünyasını dəyişib Saudiyədə. Hicri ilə 1376-cı ildə. O çox məşhur alimlərdən olub, mühəddis, yəni təfsirçi. Onun fiqh üzrədə kitabları var və s. Məşhur tələbələrindən biri bildiyiniz Muhammed ibn Salih Əl-Hüseymin rahiməhullah. Yəni, həqiqətən də şeyx həm müəllif olaraq çox güclü olub və kifayət qədər istedadlı tələbələri olub. Onun təfsirin adı Teysirül Kərimir Rəhmən fi Təfsiril Kələmil Mənnən. Demək istəyərdim ki, bu təfsir rus dilində var tərcüməsi. Elmir Quliyev onu tərcümə eləmişdir. Azərbaycan dilində dəqiq bilmirəm. Bunu araşdırmaq lazımdır, var yoxsa yox. Hər halda ərəbcə bu təfsir uzun təfsirlərdən sayılmır. Belə deyək ki, ayələr icmali formada sanki izah olunur. Yəni, təfsir kitabları fərqlidir. İndi mən gələn təfsirlər barədə danışanda bu səs yazısında izah edəcəm ki, nə demək istəyirəm. Yəni, burada icmali formada sanki ərz olunur ki, məsələ nədir, ayə nə barədədir. Yəni, təfsir uzun təfsirlərdən sayılmır. Və bir şey də nəzərinizə saxlayın ki, təfsir kitabları alanda çalışın ərəbcə olanda elələrini alın ki, çox yığıcan və balaca şriftlə yazılanlardan olmasın. Adətən qardaşlar alanda bir cildli kitab alır. Məsələn, Şeyx Abdurrahman Əs-Səadinin təfsiri elə bir cildə yerləşir, bəli. Lakin onun 4 cildli variantı da var və ora qeydiyyatlar aparmaq, onu gözlər üçün daha rahat oxumaq, yəni bu daha münasibdir. Yəni 4 cildli dəqiq var, yəni mən bunu dəqiqsə ərz edirəm ki, var. Hətta deyə bilərəm ki, səhv edirəmsə yaşıl rəngdədir o çap və s. Növbəti məsələn təfsir kitabı olaraq gətirilə bilər
İmam Bəğəvinin təfsir kitabı. O bizdə Azərbaycanda çox belə məşhurlaşmayıb, lakin rus dilində Renat Abu Muhammed indiyənə qədər də o təfsiri oxuyur. Demək olar sətir bə sətir tərcümə edir. İmam Bəğəvi 516-cı ildə dünyasını dəyişib rahimehullah hicri ilə. Təfsirin adı Məalimut Tənzil. O təfsirin 2 dənə belə deyək də hal-hazırda çapı var. Biri müxtəsərdir, biri tamdır. Tam olanı da hardasa 4 cildə yaxındır, amma böyük sayılmır. Yəni bu təfsir də böyük sayılmır. Siz görəcəksiniz, biz daha uzun təfsirlər barədə də danışacağıq. Bu təfsirin ən maraqlı tərəflərindən biri odur ki, əsərlər çoxdur bu təfsirdə. Yəni tabein sözləri, tabein və s. Yəni əsərlər çoxdur. Hətta mən deyərdim ki, nəqillərin bir çoxunu İmam Bəğəvi isnadla gətirir. İsnadla gətirir, filankəs filankəsdən, filankəs filankəsdən və sonra məsələ açıqlanır və s. Maraqlı təfsirdir. Renat Abu Muhammed təxminən 7 uzun surəni səhv etməsə artıq oxuyub bitirib, indi də davam gedir. Davam gedir, Allah bərəkət versin. Sonra məsələn danışmaq olar məşhur təfsirlərdən biri, hansı ki Azərbaycanda da çox məşhurdur, qardaşların bir çox onu bilir, ya ad olaraq tanıyırlar ki bu təfsir kitabıdır. Təfsir İbn Kəsir. İbn Kəsir rahimehullah 774-cü ildə dünyasını dəyişib hicri ilə. İbn Teymiyyə rahimehullahın məşhur tələbələrindəndir. Bu çox maraqlı bir şeydir ki, İbn Teymiyyənin məktəbi, yəni şeyx olaraq, Şeyxülislam olaraq İbn Teymiyyə bir neçə istedadlı alim yetişdirib. Onların hərəsi də öz sahəsində, həm öz zamanəsində, həm ondan sonra da çox güclü bir, belə deyək də, məqam sahibləri olublar. Məsələn, İbn Kəsir, yəni təfsir sahəsində indiyənə qədər çox güclü sayılır və onun kitabı da kifayət qədər məşhur və onun kitabına daima müraciətlər olur. Məsələn, İbn Əl-Qayyim, İbn Teymiyyənin tələbəsidir, qəlb məsələləri üzrə, yəni qəlbin müalicəsi, o qəlbi məsələlər, o izahatlar və s. o sahədə bəlkə onun, belə deyək, o ilə bir pillədə dayanan bəlkə ikinci alim olmayıb. Və məsələn deyək Əz-Zəhəbi, İbn Teymiyyənin tələbəsidir, rical sahəsində ricalın kralı sayılırdı. Kitabları var, birisi onun Siyar Ələmin Nübələ kitabı var. Harada ki o sahabələrdən başlayaraq öz zamanəsinə qədər insanlar barədə yazıb, yəni kişilər, ravilər və s. təxminən 30 cildli kitabdır. Yəni İbn Teymiyyə doğrudan da, yəni ki, çox istedadlı tələbələr yetişdirib, rahimehullah, Allah yəni onların hamısına rəhmət eləsin. İbn Kəsirin təfsiri asan təfsirlərdən sayılmır. O mənada ki, bu ensiklopedik bir kitabdır. Onun tam variantında İsrailiyyətdən gələn nəqillər də var. Siz bilirsiniz, İsrailiyyətdən gələn nəqilləri, onları birbaşa oxudum, yəni ki, inandım məsələsi ilə yanaşmaq düzgündür. Orada qaydalar var. Yəni bizim şəriətimizə uyğundursa necə olur, bizim şəriətə uyğun deyilsə, yox bizim şəriətdə bu barədə heç nə gəlməyibsə, orada mərhələli məsələlər var. Tam versiyada İsrailiyyət nəqilləri var, lakin Əhməd Şəkir adlı alim, muhaqqiq, o kitabda olan bəzi ixtisarlar edib, yəni o İsrailiyyətləri və s. və belə deyək, nəticədə məşhur kitab cəmaata təqdim olundu, yəni müsəlmanlara, Umdatu təfsir adında. Yəni təfsirin sanki umdası, əsası, yəni ki, dayağı. Bu kitabı bizdə Azərbaycanda qardaşlar, səhv etmirəmsə Eyşən Şəkərov və ona yağın ki, başqa kömək edənləri də var, çünki tək bunu eləmək çətindir, yəni mən bunu zənn eləyirəm. Onlar onun deməli tərcüməsində məşğuldurlar. Bildiyim qədər artıq bir neçə cild çıxıb. Allah bərəkət versin. Yəni həm çətin, həm lazımlı işdir. Yəni belə. Azərbaycan dilində onun artıq bu təfsirin bir neçə cildi hazırdır. Mənim üçün düzdür, müəmmalı və sual olan bir məsələ var ki, niyə kitabın adını dəyişdiriblər? Yəni çünki ərəbcə kitabın adı gedir Umdatu təfsiri, yəni təfsirin umdası, yəni dayağı, əsası. Azərbaycan dilində adını qoyublar Əzəmətli Quranın təfsiri. Bilmirəm, yəni ola bilsin ki, belə məsləhət olub. Adətən ad dəyişdirilmir, adətən belə olur. Amma indi Allahu aləm yağın ki, buna səbəblər var.
İbn Kəsirin təfsiri dediyim kimi ensiklopedikdir. Təzə başlayan adam, şəriəti çox yaxşı dərindən bilməyən adam üçün biraz çətin olacaq onu başa düşüb oxumaq. Niyə? İbn Kəsir orada məsələləri ərz edir. Məsələn, 4 dənə, 5 dənə rəy gətirə bilər və nöqtəni qoymur ki, məsələ budur. Yəni, məsələn, düzgün cavab budur. Yəni, sadəcə sənin qabağa qoyur ki, bax, bu məsələlər belə izah olunur təfsirlərdə. Yəni, artıq özün bax, qərar ver, necə deyərlər. Ona görə, yəni, bu kitab ensiklopedikdir. Buna hazır olmaq lazımdır. Növbəti təfsirlərdən biri, hansına ki, müsəlmanlar müraciət edir, Qurtubinin təfsiri. Əl-Cəmi li Əhkəmil Qur'an. Qurtubi, deməli, məzhəb olaraq Məliki olub. 671-ci ildə dünyasını dəyişib Hicri ilə. Burada da həmçinin ad və sifətlər mövzusunda əşari üslubu ilə təfsir etmə qaydasına şeyx müraciət edirdi. Lakin ümumən bu təfsirə baxılır, müraciət olunur, əhlüsünnə ondan istifadə edir. Bizim yaxın zamanədə yazılan təfsirlərdən ən məşhurlardan biri Şeyx Şinkitinin rahmehullah təfsiridir, Ədvaül Bəyan kitabı. Hicri ilə 1393, miladi ilə, yəni bizim bildiyimiz təqvimlə 1974-cü ildə şeyx dünyasını dəyişib. Şeyx Hüseymin rahmehullah onun barəsində çoxlu belə gözəl sözlər danışıb. Yəni şeyx təfsirdə çox güclü idi. Çox və çox zahid adamlardan hesab olunurdu. Çox. Yəni həqiqətən onun barəsində maraqlı əhvalatlar çox danışılıb. Ədvaül Bəyan təfsirinin belə deyək, digər təfsirlərdən fərqi ondadır ki, burada şeyx ayələri ayələrlə təfsir edib. Ona görə bəzən bu təfsirdə görə bilərsən ki, məsələn, hansı bir surənin 1-ci, 2-ci, 3-cü surəsi təfsir olunur, 4-5 yoxdur. Çünki təfsir etmək mümkün olmayıb. Məsələn, hər ayəni ayə ilə təfsir etmək alınmır. Bildiyiniz kimi qayda var. Əvvəl ayə ilə alınmırsa, sonra ayə hədislə və s. orada mərhələlər var. Belə bir deməli təfsir kitabımız var və ən sonda adını çəkmək istədiyim təfsir İbn Cərrə Tabari 310-cu ildə dünyasını dəyişib Hicri ilə, yəni gördüyünüz kimi deməli 310-cu il bu tabi-tabiin dönəmi və s. ora ən yaxın olan alimlərimizdəndir. Kitabın adı Cəmül Bəyan və ən uzun təfsirlərdəndir. Yəni bu təxminən müasir çapda heç olmasa 20-25 cild, yəni bax belə saydan burada söhbət gedir. Şeyx Əhlüsünnə vəl Cəma üslubu ilə kitabı təfsir, yəni ki ərz edib, yəni müsəlmanlar ona müraciət edirlər. Demək olar ki, elə bir mövzu yoxdur ki, Quran ayəsi barəsində danışılsın və bu kitaba müraciət olunmasın. İmam Ət-Təbəri rahimehullah təfsirə baxsaz görərsiniz. Rəvayətləri isnadla gətirir. Yəni ki, insan çox böyük istedadı vardı bu sahədə. Yəni ki, bilənlər hər şeyi başa düşürlər. Bu, hər adamın işi olmayıb isnadla məsələləri danışmaq. Bu, ən məşhur təfsirlərdən biridir. Lakin dediyim kimi, təzə başlayan adam birbaşa belə təfsirə, yəni ki, baş qoşmağı, oxumağı biraz çətin olacaq. Yəni, biraz deməyək, deyək ki, çox çətin olacaq. Ona görə buna hazır olmaqla və şeyxlər də bunu məsləhət görürlər. Yəni ki, YouTube-da araşdırsaz, baxsaz, görərsiniz ki, bəli, deyirlər ki, muxtasarlardan başlayın. Həmişə, yəni ki, üslub budur. İstər təfsirdə, istər hədis elmində, istər fiqhdə, digər fənlərdə, yəni qısa kitablardan başlamaq məsləhətdir. İnsan bununla artıq böyük kitablara mərhələ-mərhələ hazır olacaq. Yoxsa ki, o boyda böyük kitaba, yəni ki, belə birbaşa başlamaq ola bilsin ki, insana xeyir yox, daha da çox onu yora bilər. Yəni, bu məsələ ola bilər. Sizə təqdim etmək istədiyim məlumatlar bu idi. Yəni, ümid edirəm ki, sizin üçün faydalı olacaq. Təfsir kitabları gördüyünüz kimi qısa və uzun olur. Yəni, dediyim kitabların bir çoxu, məsələn, Təfsir-i Cəlalin dediyim kimi, o təxminən bir cilddir. Şeyx Əs-Səədzin təfsiri, yəni, belə deyək də, şrifti balaca olsa, ərəbcə bir cilddir, amma 4 cild standart, onun normal razı, yəni ölçüsüdür. İbn Kəsirin təfsiri fərqli çapları var. Mən onun 9 cildliyində görmüşəm, lakin dediyim kimi o
müxtəsər olunmuş Əhməd Şəkinin iştirakı ilə təxminən 3 cilddir. 3 cilddir, onun da 2 dənə çapını mən özüm görmüşəm. Fərqli-fərqlidir. Yəni biri köhnədir, biri daha müasir, qırmızı rəngdə. İmam Bəğəvinin deməli muxtasarı da var və tam versiyası da var. Muxtasar bir cildə yerləşdi, amma qısa olaraq, yəni qısa necə? Şriftlər balacadır. O oxumaq çətindir belə kitabı, adamın gözləri yorulur. Bu sadəcə məsləhətlərdəndir. Amma normal həcmdə 4 cilddə idi. Qurtubinin deməli təfsiri təxminən 10 cilddir. Təxminən 10 cilddir. Ədval Bəyan 7 cild təxminən təşkil edir. Ola bilsin ki, başqa çaplarda olsun. Yəni bu nisbi, yəni ki, rəqəmlərdir. Çünki İslam dünyasında, yəni ərəblərdə nəşriyyatlar çoxdur. Və hamı çalışır məşhur kitablara nəşriyyatı ilə məşğul olsun. Ona görə ola bilər ki, İbn Kəsir bəlkə bir indiyənə qədər 10, 15, 20 dənə nəşriyyat onun üzərində işləyib. Biri 9 cild gətirib təqdim edib cəmaata, biri 10, 15, 7 və s. İbn Cərrah Təbəri isə dediyim kimi, yəni mən şəxsən 26 cildliyi görmüşəm. Ən məşhur çaplardan biridir, məşhur təhqiqatlarla və s. Allah sizin hamınıza bərəkət versin. Esselamu aleykum və rəhmətullahi və rəkatuhu.